Aziz izləyicilər, əziz məntiq sevərlər. Bugün mən sizlərlə Elsəvər Vəliyevin 6-cı sinif riyaziyyat kitabından, riyaziyyat və riyaziyyat məntiq kitabından qəbul imtahanı 2018-2019-un riyaziyyat hissəsini paylaşacağım. İlk öncə sizlərə riyaziyyat hissəsini yükləyəcəm. Çünki RFM-ə gedənlər, fen müsabiqələrinə gedənlər üçün ideal kitabdır. Kitabımızda riyaziyyat məntiq və riyazi məntiq sualları var. Lisey və gimnaziyalar üçün və RFM uşaqları üçün ideal kitabda 6-cı sinif əhatə edir. İstənilən kitab satış məntəqələrindən kitabımızı əldə edə bilərsiniz. Üz qabı şəkli də ekranlarda videonun giriş hissəsində qeyd olunacaq. Deməli, onu da qeyd eləmək istəyirəm ki, həmin bizim bu kitabımızın video izah, video və PDF izah qrupumuz var. PDF izah. Bir dənə gözlüyün, göstərim görüm. Əvvəlki hissədə varsa, mən PDF hissəsinin nümunəsini sizə göstərim. Baxın, PDF izah deyəndə bu nəzərdə tutulur ki, sizlərə həmin testlərin yazılı forması bu şəkildə göndərilir. Bizim qrupumuzdan həm müəllimlər, həm şagirdlər, həm də ki, valideynlər uşaqlarına hazırlığa göndərə bilməyən, evdə özü məşğul olan valideynlər qrupumuza qoşula bilər. Qrupumuza qoşulmaq üçün ödənişimiz sadəcə bir dəfəlik ödənilir və 10 manat təşkil edir. Deməli, birinci sualdan başlayaq. Suallarımız çox da çətin suallar deyil. Birinci sualda deyir ki, 2'də 1 hesaplamadır. İlk öncə mötərizənin içərisini hesablayırıq və mötərizənin içərisində də birinci 2'də 1'i 2'də 1'i bölürəm 3'də 1'ə. Bölmə əlamətində mən bilirəm ki, 2'də 1'i saxlayıram və 1'də 3'də 1'in sürət və məxrəcin yerini dəyişəndə vuraq 3 olur. Və bu kəsirdə eləyəcək, bu ifadə ediləcək 2'də 3. Mötərizənin bu hissəsi eləyəcək 2'də 3. Düzdürmü? 1 çıxar 2'də 3, 1 çıxar 2'də 3'dürsə bərabərdir. 1'i 2'də 2 kimi yaza bilərəm. Çıxar 2'də 3, o da bərabərdir mənfi 2'də 1. Çünki 2'də 3 mənfidir. Mötərizənin özü ümumilikdə mənfi 2'də 1 elədir. Mötərizənin qarşısında 2'də 3 vurulsun mənfi 2'də 1 bərabərdir. Mənfi 2'də 3 eləyəcək. Düzdürmü? Mənfi 2'də 1'dən çıxır mənfi 2'də 3'ü. Bu mötərizənin qarşısındakı çıxaq bu çıxağın plus eləyəcək. Olacaq 2'də 1 üstə gəlir 2'də 3 bərabərdir 2. Burada 2'də 3 nədir? 4'də 3 eləyəcək. Mən burada səhv yazıyorum. Deyirəm axı. Variantlarımız da yoxdur. 4'də 3. İndi bu hissələri düzəldək. Deməli 4'də 3 mənfi. İndi bura baxın. 2'də 1'in üzərinə 4'də 3 gələndə hesablayaq bu hissəni. Ortaq məxrəc 4'dür. 2 üzərinə gəlirəm 3 bərabərdir 4'də 5. O da bizə olduğu kimi verilib. Olacaq cavabımız B variantı. Yəni bu misalda sadəcə hesablamadır. Əlavə yazı hissələrini silək. Yaxşı olardı ki, mənlə bərabər siz də bunu yazasınız. Yazılı formada əlinizdə saxlayasınız. Qrupumuzda onsuz PDF-lər paylaşılır. Yenə də yazmanız məsləhətdir. Deməli, burada ikinci sualda A bərabərdir 2x, B bərabərdir 3x yazanda və yaxud da A-ya 2, B-yə 3 yazanda x-ları silək. Heç sizə əziyyət verməyək. 2 vuraq B. 2 vuraq 3 bölünsün. A-mız 2'dir, üstə gələk 3'dür. Bərabər eləyəcək 5'də 6'ya. 5'də 6 da 1 tam 5'də 1 deməkdir. 5'də 1'i də onluq kəsrə çevirəndə 1 tam 10'da 2 deməkdir. C bəndi. Bu da bizim ikinci sualımızın izahı. Növbəti üçüncü sualımıza baxaq. Yenə hesablamadır. Bunu qeyd edirəm uşaqlar. Diqqətlə qulaq asın. Baxın. Burada mən şagirdlərimə dəfələrlə demişəm. Bu tip misalları tapmaq üçün sizə asan bir qayda deyirəm. Mən istəyirəm ki, məxrəci onluq kəsirdən azad edeyim. %6 olduğuna görə bunu vururam 100'ə. Bizim qaydamız var. Məxrəc nəyə vurulursa sürət də yenə də vurulmalıdır. Mən bilirəm ki, ona vuranda vergül bir sağa gələcək. Bir damla. Bir vahid sağa gələcək. 100'ə vuranda da 6'nın yanına gəldiyinə görə 6'nın yanına vergül yazmağa ehtiyac yox. Deyəcək 6. Eyni qayda ilə də bu. Gələcək 12'nin yanına.
12'yi 6'ya bölünür. Düşəcək cavabımız 2. Növbəti. 0,4, 0,8. %8 olduğuna göre onluq kəsirdən azad eləmək üçün 100'ə vururam. Və eyni qayda ilə sürəti də 100'ə vururam. Bu iki sıfırdan bu vergüllərimiz gedir 8'in yanına gəlir vergül və orada da 8 yazmıram. Burada 8 eləyəcək. 1 sıfırla vergül gedəcək. 4'ü ona vuranda eləyəcək 40. 40'ı 8'ə bölündə cavabımız eləyəcək 5. Və növbəti hissədə 0,2 bölünsün 0,5. Vururam 100 olduğuna göre 100'e. 2 sıfırla bu virgülümüz gedecek. 1 sıfırla bu sıfır gedecek. Olacak 20 bölünsün 5 bərabərdir 4'e. Və mənim şərtim var. 2 üstə gələk 5 çıxaq 4 bərabərdir. 2'nin üstə 5 gəldi 7, 4 də çıxanda eləyəcək 3 D variantı. Dördüncü sualımıza gələk. Dördüncü sualımızda deyir ki 3 rəqəmli A, 5, B ədədi 4'ə və 9'a bölünür. İlk öncə mən sizdən soruşmaq istəyirəm ki 4'ə hansı ədədlər bölünür, 9'a hansı ədədlər bölünür. Deyirsiniz müəllimə 4'ə bölünmək üçün son 2 rəqəmi 0 olmalıdır və ya son 2 rəqəmi 4'ə bölünməlidir. 9'a bölünmə şərtimiz budur ki rəqəmləri cəmi 9'a qalıqsız bölünsün. Ona göre de A, 5, B ifadəsində üzərindən xətt çəkirəm ki, bunlar hasil değil, hər hansı bir ədəddir. 4'ə bölünməsi üçün 5 isə 5'in hansı vahidlər 4'ə bölünür? B ya burada 2 olacaq 52'də və yaxud da B 6 olacaq. B 2 olsa cəm 7 eləyir. 9'a bölünməsi üçün A bərabər ola bilər 2'yə. 7'dirsə və 18 olması üçün ümumiyyətlə heç bura uyğun gəlmir artıq. Çünki 18 olması üçün cəm 11 olmalıdır. A da tək rəqəm olduğuna görə 11 şərtimizi qoya bilmərik. Ona görə B-nin 2 qiymətində A sadəcə 2 ala bilir. B-nin 6 qiymətində cəm 11 eləyir. 11 eləməsi üçün burada deməli B bir dəfə B nədir? A bir dəfə nə eləyə bilər? 11'in üzərinə 7 gələndə neçə eləyir? 7 gələndə 11'in üzərinə 7 gələndə 18 eləyəcək. Bir də 18'dən sonra 11 18'dən sonra bir də var nə? 27. Düzdürmü? 11'in üzərinə də 27 gəlməsi üçün 16 gəlməli. O şərtimizdə bizim həmin şərti ödəmir. Deməli cavablarımız olacaq nə? 2 ilə 7. A'nın qiymətlərini soruşur. 2'nin üstə də 7 gələndə eləyəcək 9 deməndi. 5-ci sual. Ümumiyyətlə bu şəkildə təlinlikdə çətinliyi olanlar diqqətlə dinləsinlər. Elə də çətin sual deyil, elə də çətin təlinlik deyil ki 6-cı siniflər bu sualın öhdəsindən gələnməsin. 5-ci sualda deyir ki 3 vuraq, ilk öncə mötərizəni açırıq. Vurmanın hadisələrinə əsasən. 3'ü birinci ədədə vururam, çıxıram 3 vuraq 2 6'yı. Çıxaq. Mötərizənin qarşısındakı çıxaq bu mötərizəni dəyişəcək. Çıxaq 2'yi qız. Çıxaq mötərizənin qarşısında çıxaq olduğuna görə. İçəridəki də mənfi olduğuna görə olacaq üstə gələk 8. Bu çıxaq qarşıdakı mənfiyi, mənfiyi müsbətə çevirir. Bərabərdir. Bərabərdir mənfi x üstə gələk 12. İndi bu birinci bərabərliyi sadələşdirək. 3x-dan 2x çıxanda x mənfi 6 mənfi 6 üstə gələk 8 ifadəsini biz bilirik ki müsbət 2 eləyir. Böyükdən kiçiyi çıxırıq, böyük işarəsini yazırıq. Üstə gələk 2 bərabərdir mənfi x üstə gələk 12. Bu ifadənin cavabını tapmaq üçün sağa sola sadələşdiririk. X-i bu tərəfə keçirəndə mənfidirsə müsbət olacaq. Olacaq x üstə gələk x bərabərdir. 2'ni sağ tərəfə keçirəndə olacaq 12 minus 2. Burada deyiləcək 2x bərabərdir 10'a, x da bərabərdir 5'ə. 5 də mənim B variantımda var. Aydın oldu mu? Yenə deyirəm. Mən yazdıqca dəftərinizdə özünüzdə qeydlər aparın. İstər kitabın üzərində işləməyinizi məsləhət görmürəm. Əziz valideynlər, kitabların üzərində işləməyi uşaqlarınıza tərk edin. Çünki gələcəkdə
bir həftə, 2 həftə sonradan həmin o kitabın üzərindən uşaqlara sınaq verəndə, sual soruşanda artıq o sualları həmin uşaqlar o kitabdan görəcəklər. Ona görə biri var, necə elədiklərini yada salalar. Biri var ki, biri var necə elədiklərini yada salarlar. Bir dəfə ki, oradan görüb yazırlar. Yəni əvvəlki uşaqlar kitabların üzərində cızma-qara elədiklərini yadlarında saxlayırlar. İndi də elə olmasın deyə kitabın üzərində işləməyi mən məsləhət görmürəm. Bir dənə dəftər tutsunlar ya da bir ad orada yazsınlar, amma saxlamaq şərtindən. 6-cı sualda deyir ki, standart zər bir dəfə atılır. Biz zər bilirik də kub formasındadır. Kubun neçə üzü var? 6 üzü var. 6 üzü var. Yəni bu zər atılsa, bunun 6 üzü düşə bilər. Mümkün halımız 6-dır. Üst üzə sadə ədəd düşməsi ehtimal. 6 dənə ifadədirsə, 1-dən 6-ya qədər nə qədər şey var? Nədir onun adı? Sadə ədəd var. 2, 2-dən başlayırıq. 3, 5. Düzdürmü? Bəli. 2, 3, 5 neçə dənə eləyir? 3 dənə. 6-da 3 bizim ehtimalımızdır. Onu da ixtisar eləyəndə eləyəcək. 2-də 1 A variantı. 7-ci sualda. 7-ci sualda deyir ki, 3-də 2 hissəsi 16 olan ədədin. Burada dayanaq. Birinci 3-də 2 hissəsi 16 olan ədədi tapsaq, mən neçə alıram? Hissəsinə görə ədədi tapanda ədədi hissə göstərilən ədədə bölürəm. Bölmə şərtimizdə görə də 16-nı vururam. Sürət və məxrəcin yerini dəyişəndə 2-də 3-ə. İxtisar eləsəm, bu eləyəcək 24. Ədədimi tapdım mı 24 eləyir. İndi 24-ün 25%-ni tapmaq üçün 24-ü vururam 25-ə, bölürəm 100-ə. 100 ilə 25-i ixtisar edirəm 1, 4, 4 ilə 24-ü ixtisar edirəm 6. Deməli, həmin ədədimiz hansıdır? 6. Növbəti 8-ci sual. 8-ci sualda nə deyir? Deməli, burada deyir ki, ABCD-yə müxtəlif rəqəmlər olarsa, bu şəkildə sizə çətin gəlirsə, hesab əməllərindən də gördüyümüz kimi bu şəkildə yazın. AB üstünə xətti qoymadan bilirik ki, hər hansı bir ədəddir. Yəni hasil formasında götürülmür. Y, F. Bunların cəmi. Ən böyük deyirsə, mən onluq mərtəbələrinə ən böyük ədədləri qoyuram. Rəngini dəyişim. 9, 8, 7. 6, 5, 4. Mən bunlara eyni rəqəm qoya bilmərəm. Şərtimiz var. Müxtəlif rəqəmlər olmalıdır. Ən böyük eləmək üçün də mən onluq mərtəbələrinə böyük rəqəmlər qoymalıyam. Bunları toplayanda 11, 15 bir yaddır. 17, 24, bir də yadda 25. Eləyəcək cavabımız 255 D variantı. Bizim 9-cu sualımız buradadır. Deyir ki, çoxluq mövzusuna aiddir. 2 dənə Euler Venn diaqramı çəkək. Yəqin ki, hər biriniz bilirsiniz. Deyir, Cəfər 50 nəfər arasında kinofilmlər haqqında sorğu keçirdi. Sorğuya qatılanlardan 41 nəfəri komediya, bax buraya yazıram komediya. 35 nəfər isə macəradır. Və hər ikisinin, yəni bunların kəsişməsi, ortaqları 30 nəfərdirsə, indi gəlin düzəldək. 41 nəfər komediyadısa, 30-u buradadırsa, burada qalacaq 11-i. 35 nəfər macəradırsa, 30-u buradadırsa, 5-i də buradadır. İndi ümumi tapaq sayını görün. Deməli, bunları toplasam 41, bu eləyəcək 46. 46 eləyəcək. Deməli, mən bu 46-yı sileyim. Cəm 46-dır. Ümumi sorğu keçirən saydan 46-nı çıxanda heç bir filmə baxmayanlar, sevməyənlər sayı eləyəcək 4 nəfər. 10-cu sualda. 10-cu sualda sadəcə bizə nə deyir burada? Şərt verir və hesablamaq istəyir. ABCD ardıcıl cüt ədədlər olarsa, A bərabərdir 2, B bərabərdir 4, C bərabərdir 6 olarsa, düzdürmü?
Bunun cevabını tapanda 6'da 6'dan 6'da 2 çıxanda 6'da 4 bölünsün 6'da 2. Böyle olduğuna göre sürət məxərcin yerindəki 6'da 4 vuraq 2'də 6. 6'lar gedəcək 4'ü 2'ye böləndə cevabımız eləyəcək 2. Burada da cevabımız müsbət 2 A variantı. Deməli, burada ifadəmizin ən kiçik qiymətini istəyirsə, mən bu ifadəni B bölək C-yə, B bölək C-yə mən 1 demək üçün B bərabər olmalıdır 2-yə, 1 yox daha doğrusu. Ən kiçik olmalıdır da 1 yaza bilmərəm. Çünki müxtəlif ədədlərdir. Buna 2 yazmalıyam. B 2 olacaq, C 1 olacaq. Bunların fərqi, bunların bölünməsi 2 olduğuna görə A olacaq 35. 35. Nəyə görə? 35'dən 2 çıxanda 34, 33 eləyəcək. İndi mən bu şərtə əsasən A'yı B'yə vuranda, gəlin belə ümumi qiymətimizi yazaq 35'i vururam 2'yə, çıxıram C'nin qiyməti 1'i. 35'i 2'yə vuranda 70, 1'ini də çıxanda eləyəcək 69. Cevabımız eləyəcək D bəndi. Yəni burada kiçik ədədləri tapmaq üçün birinci bölməmizə kiçik verməliyik ki, göyə çıxacağımız ədəd hansı olur. 12-ci sualda. 12-ci sual tiplərini mən variantlarla işləyə bilərəm. Mağazadakı ayaqqabıların hər birini 28 manata satılarsa 140 manat gəlir əldə edilər. Ayaqqabıların hər birini 22 manata satılarsa 40 manat ziyan olar. İlk öncə burada cevabımız 30'dur. 30'un üzərində izah eləmək istəyirəm. Digərlərini də yoxlaya bilərsiniz. Sadəcə vaxtımız çox getməsin deyə mən yoxlamadım ümumi olaraq. Deməli, burada 30'u vururam 28'e. 28'e vuranda 840 manat edir. Ve bunun 140 manatı gəlirdisə 840'dan 140 çıxanda eləyəcək 700. Deməli mənim maya dəyərim neçədir? 700'dür. Ve 30 ayaqqabını sabahsı gün 22 manata satsam 660 manat pul çıxardıram. Ve mənim maya dəyərim 700 manatsa, mən burada nə qədər ziyan eləmiş olaram? 40 manat. Bax, biz cavabı buna əsasən tapırıq. Cavab variantlarda yoxlaya bilərsiniz. Düzgün gələn, uyğun gələn cavabımız 30 oldu. Birbaşa variant üzərindən izah elədim ki, bir-bir izah eləyib, hesablayıb vaxtımızı itirməyək. 13-cü sualımızda. 13-cü sualımızda deyir ki, düzbucaqlının eni 5 cm. Yəni A bərabərdir 5'dir. B bərabərdir. Uzunluğu da 2 desimetre artırdıktan sonra x plus 20. 2 desimetre 20 santimetrdir. Bunların sahəsi 130 oldu. Sahə A vuraq B'dir. 5 vurulsun x plus 20 bərabərdir 130'a. Sahəndir də. Mötəzən vurub atsaq 5 x üstə gələk 100 bərabərdir 130'a. 5x bərabərdir 30'a, x bərabərdir 6'ya. İndi x bərabərdir əvvəlki verilən düzbucaqlıdır. A bərabərdir 5'dir, B bərabərdir 6'dır. Bunların da sahəsi A vuraq B 30'dur. Bu şəkildə də bunu tapa bilərik. 14-cü sualda. 14-cü sualda deyir ki, hovuzun 4'də 3 hissəsi su ilə doludur. Düzdürmü? Hovuzun 4'də 3 hissəsi doldusa 4'də 1 hissəsi boşdur. 4'də 1 hissəsi boşdursa 50 litr su döküləndə 18 litr su daşırsa deməli burada da 32 litri boşdur. Düzdürmü? 32 litri doludur daha doğrusu. 32'ye. 4'də 1 x 32'ye bərabərdirsə x də bərabərdir 32'yi vururam. 32'yi vururam 4'e eləyəcək 128. Yəni bu şəkildə bunu rahat şəkildə tapa bilərik. 15-ci şəkilə gəlir. Deyir şəkildə düzbucaqlar eyni ölçülü olduğuna görə. Bax, bu hissə eynidirsə, deməli bərabər yanlı üçbucaqdır. Bərabər yanlı üçbucağın burası 70'dir, deməli burası da 70'dir. Üçbucağın daxili bucaqlarının şərtinə əsasən daxili bucaqların cəmi 180'dir. 70 70 140'dırsa bax buraya 40 dərəcədir.
Düzdürmü? Bura 40 dərəcədirsə, bu hissəni tapmaq üçün neçə dərəcə olmalıdır? 180 olmalıdır da, düzdür? Bəli, olacaq burada da 180 çıxılsın 40 dərəcə bərabərdir 140-a. Olacaq cavabımız C bəndi. 16-cı sual. Deyir 2020 nəfərin iştirak etdiyi imtahanda az bal toplayan var, çox bal toplayan var. 2020 nəfər iştirak edibsə, bunlardan əlavə, Ləmandan əlavə bal toplayanları tapmaq üçün 2020-dən bir Ləmanı çıxmalıyıq ki, 2019 qalsın. Düzdürmü? Çox bal toplayanlar x-dır. Az bal toplayan şagirdlərin sayı çox bal toplayan şagirdlərin sayından 2 dəfə çoxdur. Bu da 2x eləsin. Ümumi x-i tapmaq üçün 3x bərabərdir 2019-a. X bərabərdir 673-ə. Və mənə Ləman bu imtahanda əvvəldən neçənci yeri olmuşdur deyilsə, 673 nəfər varsa, Ləmanın da üstünə gəlirəm, eləyəcək 674. Yəni C bəndi. 17-ci sual. 17-ci sual adi kəsirlərə aid bir sualdır. Mən 1-dən 7-də 1 çıxanda 7-də 6 alırım. 1-dən 7-də 2 çıxanda 7-də 5 alırım. 7-də 4 alırım. Bu şəkildə davam eləyəndə mən 1 çıxaq 7-də 7 kəsirində yaza biləcəm buralara. Bəli. 1-dən 7-də 7 kəsirində 0 eləyirmi? Bəli. Hasil olduğuna görə də 0-ı nəyə vursan, hasil 0 eləyəcək. Ona görə də cavabımız olacaq D bəndi. 18-ci sualda. 18-ci sualda deyir ki, eni 5 cm, uzunluğu isə 8 cm olan 400 bucaqlı. Mən baxım görüm ilk öncə burada neçə dənə eni var? 1, 2, 3, 4, 5, 6. 6 vuraq eni 5 cm isə 30. Uzunluğunu tapmaq üçün, baxın buranı silirəm bu hissəni. Uzunluğunu tapmaq üçün, bu ikisinə bir uzunluq deyə bilərəm. Çünki hər biri yarı-yarı götürülüb. Bu ikisine de bir uzunluk deyəndə 2 uzunluq burada, biri burada, biri burada. 4 dənə uzunluq eləyir. 4 dənə uzunluğumuzun bir də 8 cm-dirsə, bunun da hasil 32 eləyir. 30-un üstə də 32 gələndə cavabımız eləyəcək 62 B variantı. 19-cu sual. 19-cu sualda deyir ki, mötərizəni elə yerdən qoyun ki, mənim cavabım ən böyük olsun. 19-cu sualda 3 bölək 4. Mən buradan qoyuram mötərizəni. Gəlin görək burada nə alınacaq. Olacaq 1 bölünsün 3'də 2 bölək 4. Deməli ilk öncə mən bu hissəni yazmaq istəyirəm. Olacaq burada 1 bölək 3'də 2 vuraq. Bu 4 tərsinə olanda olacaq 12'də 1. Düzdürmü? 12'də 1 olanda mən burada yaza biləcəm ki 2, 1. 12'də 1 nədir? 12'də 1 yazıram mən də. 4'də 1. Bu 4'də 1. Bu da eləyəcək. Vuraq. İndi hasil yazıram da bura. 2. 4'də 1. Aha. İndi mən 1 bölünsün 12'də 2 kəsirini yazıram. Və 1 bölək olduğuna görə 1 qalacaq. Sürət və məxrəc yerini dəyişir. Bunun da cavabı eləyəcək 6. 6 da mənim C variantımda var. Növbəti 20-ci sualda. 20-ci sualda deyir ki, 10 şagirdin hər birində sıfırdan fərqli olmaqla müəyyən sayda qələm var. Bu şagirdlərdən biri qələmlərin bir hissəsini digər şagirdlərə paylayır. Və 9 şagird qalır və qələmlərin sayı eyni olursa, mən variantlarda baxıram ki, hansı ədəd 9-a tam bölünür. 10 şagird. Biri çıxdı, qaldı 9. 9 nəfərdə 1-dən 9-a qədər də cəm 45 eləyir. Bu 10 da həmin 45-ə müəyyən sayda paylasa, 45 dənədirsə, 9 nəfər arasında bərabər sayda bölsələr, hər birinə 5 qələm düşür. Ona görə də ən az neçə qələm var idi? 45 dənə. A bəndi bizim doğru cavabımız eləyəcək. Deməli biz qeyd etdiyimiz hissəni 2018-2019-un qəbulunu bitirdik. İnşallah növbəti dəfədə növbəti hissənin riyaziyyat hissəsi yüklənib bitəndən sonra riyazi məntiq hissələrimiz kanalımıza yüklənəcək. Bunu da qeyd edelim ki, 6-cı siniflərin RFM və lisey hazırlıqları mövcuddur. Yeni qruplarımız yaradılacaq. Riyaziyyat və məntiq 2 fən birlikdə 50 manat təşkil edir. Dərslərimiz həftədə 4 dəfə, 2 dəfə riyaziyyat, 2 dəfə məntiq olmaqla keçirilir və həftənin bazar günləri sizin uşaqlarınıza sınaq işlədilir. Qoşulmaq istəsəz, ekranda qeyd olunan
nömrə ilə əlaqə saxlaya bilərsiniz. 75 96. Eyni zamanda qrupumuza qoşulmaq üçün də qeyd olunan əlaqə vasitələrindən bizlə əlaqə saxlaya bilərsiniz.